Əhl-Beyt Quranda belə bir mövzu açmışıq və neçə gündür söhbət eləyirik və ayə Əhzab surəsindən başlamışıq. 33-cü ayədir. İnnəmə yuridullah liyusib ənkumur rics əhləl-beyt və yutəhhirakum təthira. Belə bir ayədir. Əzbərlə söz də nə yaxşı. Zehninizdə ümid edirəm qalar bu ayə. Və dünənki söhbətimizdə Əhl-Beyt deyəndə nə nəzərə tutulur? Onu izah etməyə çalışdıq. Əhl-Beyt, yəni nübüvvət, risalət və vilayət evinin əhli. Burada söhbət xüsusi evdən gedir. Bu ev mənəvi bir evdir. Yeri göyə vəsl edən bir evdir. Bu ev ali dəyərləri simvolizə edir. Fəzilətləri simvolizə edir. Bu evin əhli də həmən gözəlliklərə və fəzilətlərə sahibdir və malikdir. Onlar kimdir indi? Bugünəcən bunlara da toxunmuşuq. Və onlar kimdirsə məsumdur. Onlar kimdirsə günahlardan uzaqdır. Onlar kimdirsə günahlardan uzaqdır. İsmət məqamındadılar. Və Allah Teala onları Əhl-Beyt kimi bizə tanıtdırır və ayədə də qeyd edir. Bu bir məsələ. İndi onlar kimdir? 5 dənə nəzəriyyə var. Gəldik çatdıq ağır şükür Allaha o yerə. Bəzilərinin fikrinə əsasən deyirlər o Peyğəmbərin xanımlarıdır. Bəziləri belə bir iddia ediblər. Peyğəmbərin həyat yoldaşları. İkinci versiya Peyğəmbərin həyat yoldaşları ilə yanaşı 5 kimsə. Yəni Peyğəmbər, Həzrəti Zəhra, əleyhissalam, Həsən və Hüseyn. İkinci versiya budur. Yəni həm Peyğəmbərin xanımları, həm o 5 nəfər. Üçüncü versiya deyiblər, yalnız Peyğəmbərdir. Əhl-Beyt elə yalnız Peyğəmbərin özü. Dördüncü versiya deyirlər, Bəni Haşim, Seyyidlər. Bəzilə də belə bir söz deyib. Beşinci versiya yalnız və yalnız o 5 nəfər. O 5 nəfər Əmirül-Müminin, Peyğəmbər, Zəhra, İmam Həsən, İmam Hüseyn. Birinci versiya nə oldu? Bu Əhl-Beyt nəzərə tutulanda xanımlardır bəziləri deyir. Görəsən elədirmi? Axı, biz nəticə nə almışıq? Bunlar kimdirsə məsumdur. İndi gələk biz Qurana bir də müraciət edək görək, Peyğəmbərin xanımlarını Allah Teala Quran-ı Kərimdə bizə məsum kimi tanıtdırır. Yaxşı. Hələ Quranla izah edək. Çox sadə. Biz Qurana müraciət edirik. Mən surə deyirəm sizə. İnşallah bu surəni evdə bir əziyyət çəkin, zəhmət olmasa, açın oxuyun. Təhrim surəsi. Allah Teala bu Təhrim surəsində Peyğəmbərin bəzi xanımlarına söhbət açıb. Və o ayələrə baxanda görürsən, yox, məsum deyirlər. Axı, söz o xanımlardır bu ayə, onda bu ayə deyir, onlar məsum deyil. O ayə isə kimlərdən ki danışır, onlar məsumdur deyir. Gəlin, Quranla izah eləyək ayələri. Onlar Təhrim surəsində Əziz Allahımız buyurur ki, İz əsərrən nəbi 3-cü ayə Təhrim ilə bəzi əzvacih hədisən. Baxın, aşkar, şəffaf ayə. Peyğəmbər bir sir, əsərrə nədir? Sir verdi kimə? Həyat yoldaşlarından birinə. Yaxşı. Fələmmə nəbbət bih. O neynədir o? Sirri açdı. Götürdü sirri başqasına danışdı. Peyğəmbər sir tapşırıb buna. O Peyğəmbərin sirrini açdı. Və əzhərəhullah əleyhi. Allah Teala da Peyğəmbərə qeybi xəbərindən çatdırdı ki, Peyğəmbər xanımın sirri açdı. Yaxşı. Peyğəmbər neynədir? Ərrəfə bə'dəhu. Gəldi ona dedi ki, sən niyə bu sirri qeyb danışmısan orada burada? Və ə'rəzə ən bə'zin. Peyğəmbər ümumi şəkildə xəbərdar elədi ki, sən sirri açmısan. Xırdalığına getmədi. Xanım çaşbaş qaldı. Fələmmə nəbbəəhə bih. Elə ki, o Peyğəmbər ona o xəbəri verdi. Qalət, mən ənbəəkə hazı. Ay Peyğəmbər, bu sənə kimdir daxı? Yəni, mən də kiməsə danışmışam, o demişəm, öz aramızda qalsın. Aradan çıxdı bu. Peyğəmbərin cavabı buyurdu ki, qalən nəbbəniyən, nəbbəniyəl əl-əlimul xəbir. Əlim olan Allah, hər şeydən xəbərdar olan Allah mənə çatdırdı, nə var, nə yox. Bu bir məsələ. Yaxşı, sirri açmaq olar.
sirri açson, bu ayə sənə şamil olar. Liyusib ənkumur ric. İsmət məqamında adam bir nəfər sirrini açar. Qətiən. Qəti. Bu ayə deyil ki, mümkün deyil ki. Hələ davam edir amma. Baxın ayəyə. Sonra 2 dənə xanımından danışır. Deyir, in tətubə iləllahi, səhv iş görümsüz. Tövbə edib Allaha dönüş eləsəz, bu heç. Amma bunu deyim sizə, xanımlar, fəqət sağət qulubukuma. Qəlbiniz haqdan dönüb batilə tərəf. Sağət, yəni sağ kəlməsi batilə meyl eləmək. Qəlbiniz batilə üst tutub. Peyğəmbər 2 xanım haqqında deyir bu ayə. Sonra nə deyir görün? Deyir, intəzahara aleyhi. 201-dən birləşərsiniz ha. Peyğəmbərə qarşı çıxmaq istəyirsiniz ha. Birləşsiniz onu bilin. Fə innəllaha huvə mövlah. Peyğəmbərin Allahı var. Elə deyir, Peyğəmbərin Allah buraxacaq. Və Cibril onun arxasındadır. Və salihul müminin. Salihul müminin kimdirsə, inşallah izah verirəm. O da oradadır. O da Peyğəmbərin yanındadır. Və mələikə, mələklər də Peyğəmbərin yanındadır. Bə'də zalik zəhir. 200 birləşsiniz, narahat olmayın. Mən Peyğəmbərimi qoyan deyirəm. Amma qəlbiniz yaxşı istiqamətə getməyib. Yaxşı, bu ayə mümkündür şamil olsun. O əhl-i beytə. Bunlar mümkündür Peyğəmbər xanımları əhl-i beyt olsun bu mənada. Ax, əhl-i beytə Allah deyir, yutəhhirəkum təthira. Liyuzhib ənkumur ric. Bütün çirkinliyi, rəzilət xüsusiyyətlərin, pis əməllərin hamısını sizdən uzaq eləmişəm. Amma ayə deyir, qəlbin batilə meyl edib. 2 xanım. Yaxşı. Ondan sonra Allah nə deyir elə? Allah Teala buyurur bu ayədə ki, Əsə Rabbuhu in talliqakunnə. Peyğəmbər sizə talaq versə, ay xanımlar, ən yubdiləhu əzvacən xeyrən minkunnə. Allah o Peyğəmbərə sizdən daha yaxşı xanımlar nəsib eləyər. Yəni, görünən budur ki, sizdən yaxşılar da var. Görünən budur ki, Ummul Müminin kəlməsi, Peyğəmbərin xanımları ki, möminlərin anasıdır, belə bir ləqəb var. Ummul Müminin kəlməsi bu o demək deyil, daha Peyğəmbərin xanımları imanın zirvəsindədirlər. Bu o demək deyil ki, daha Peyğəmbərin həyat yoldaşı olduqlarına görə bütün xanımlardan üstündülər. Bu ayə deyir ki, sizdən də xeyirlilər var, sizdən də yaxşılar var. Siz belə elə söz, Peyğəmbər sizi boşayar, ən yaxşısını ailə qurar. Yaxşı. Sonra deyir, bu deyil ki, elə Peyğəmbərin xanımı olasan. Bundan da mühüm məsələ var. Sənin dəyərin Peyğəmbərin xanımı olmağı, bu bir dənə gözəl bir lütfüdür, ki, kimin yanındasan. Amma səni dəyərli edən sənin əməllərin olacaq. Baxın, sonra nə deyir? Elə bir xanımlar nəsib edəyərəm Peyğəmbərə ki, muslimət, Allaha təslimdir. Müminət, Allaha iman gətirib. Qanitat, davamlıdır ibadətində. Taibat, tövbə eləyənlərdir. Əbidət, bəndədirlər Allaha. Saihət, oruç tuturlar. Və səyyibətin və əbkərən. Davam edir. Mən də elə bir xanımlar nəsib eləyərəm Peyğəmbərə. Yəni, istəyir Allah Teala desin ki, dəyər nədədir? Sənin əməllərindədir. Ola bilər bir ömür yaxşı bir insanın yanında yaşayırsan. Amma hələ sənin imanın püxtələşməyib. İmanın zirvə nöqtəsinə çatmamısan. Hələ Peyğəmbərin yanında olmaq hər şeyi həll eləmir. Ondan sonra ən axırı Təhrim surəsində görün nə deyir? Deyir ki, Zərəbəllah məsələn lilləzinə kəfəru imrəətə Nuh və imrəətə Lut. Tarixdən misal gətirir. Tarixdən Allah aparır məsələn. Deyir, Nuhun həyat yoldaşı, Lutun həyat yoldaşı. Neynədilər? Fəxanətahuma. İkisi də Peyğəmbərə, 2 Peyğəmbərə qarşı çıxdı. Peyğəmbər həyat yoldaşıydılar. Arada kimə qarşı çıxdılar? Peyğəmbərə qarşı çıxdılar. Fələn yuğni anhuvə minallahi şey. Bu da çıxdılarsa cavabı da verilməli idi. Yaxşı. Və qilə udxula ən-nara ma'at daxilin. Onların da yerləri bəlli idarə getdilər. Yəni, Allah Teala istəyirsin ki, Peyğəmbərin xanımı olmusansa, daha bu o demək deyil ha, daha sən ən imanın zirvə nöqtəsindəsən. Möminin anası olmaq, o demək deyil ki, imanın yüksək zirvələrinə gəlib çatmırsan. Ola bilməz bir nəfər mömin anası da imanı zəifdir. Əslində, Ummul Müminin ləqəbi fiqhi bir kəlmədir. Fiqhi.
Yəni peyğəmbərin xanımları ilə peyğəmbər dünyasını dəyişəndən sonra evlənə bilmərsiniz. O sizə ana misalındadır. Hətta ayədə də var: "Və la an tankihu azwajahu min ba'dihi abada." Heç vaxt evlənə bilmərsiniz peyğəmbərdən də sonra belə müddət keçsə də belə onların evlənə bilmərsiniz. Ummul Müminin kəlməsi fəziləti bildirmir. Fiqhi bir kəlmədir. Fəzilət əgər onun yolun gedirsə olsa fəzilətdir. Yox, onun izi ilə getməyəcəksə fəzilətin olmayacaq. Peyğəmbərin həyat yoldaşı olduğuna görə sən məsum deyilsən. Ola bilər İsmət evində olasan, amma məsum olmayasan. Peyğəmbərin evində olmaq hər şey əllə eləmir. Bu ayələr damısı. Hətta günah eləsə 2 qat artıq. O indi Əhzabda var. O niyə 2 qatdır? O da, indi oxuyarıq onu. 2 qat Allah zülm eləmir. Bunun bir mesajı var. Yəni, axı sən Peyğəmbərin xanımı olduğuna görə sənin misyon böyüdür. Cəmaat sən ayaq getdiyin, ayaq qoyduğun yerə baxır. Hərəkətvə baxır. İnsan ictimailəşəndə doğrudan da məsuliyyət artmağa başlayır. Çətindir bu, yəni insanın məşhurlaşmağı. Daha sən o məşhurluğunla insanı azdıra da bilərsən. Səhv istiqamətdə verə bilərsən. Ona görə insan müğayət olmalıdır. Allah'a deməlidir, ya Rabbi, mənim əlimdən sən tut ki, neynəməyim? Azmayım, səhv yola getməyim, itməyim. Ona görə deyir 2 qat. Çünki sən təsir göstərirsən cəmiyyətə. Nəinki Allah Taala zülm eləyir. Sən səhv eləməklə təkcə özün səhv istiqamətə getmirsən. Başqalarına da səhv istiqamət aparsan. Başqasının səhv istiqamətə aparmadığına görə bir günah, özün səhv istiqamətə getirir 2 günah. Allah deyir, sənə ona görə 2 verəcəm. Sonra da o tərəfində deyir, Əhzab, yaxşı iş görsə də 2-dir. Çünki başqalarını çəkdiniz Allahın yoluna. Yaxşı. Sonra axırı maraqlıdır. Deyir, Zərəballah məsələn lilləzinə amanu imra'ətə Fir'on. Amma Fir'onun xanımına bax. Fironun xanımı Asiyadır. Fironun evindən Asiya çıxır. Yəni mümkündür, yolu var. Bəli. Elə bir xanım ki, onun bir duası var da, Qalət Rabbi ibnili indəkə beytən minəl cənnə deyir. Deməli, bu ayələri qoyanda yanaşı nə nəticə alırıq? Nəticə bunu alırıq ki, Peyğəmbərin xanımları bu ayəyə aid deyil. Mümkün deyil ki, onlar Peyğəmbərin xanımları olsun. İnnəmə yuridullah liyusib ənkumur rits ayəsinə daxil ola bilməzlər. Çünki Allah Taala o ayələrdə onların bu əməllərindən söhbət açır. Düzdür? Aha, bu bir sübut ki, onlar Peyğəmbərin xanımları deyillər. Bu bir sübut. İkinci dəlil, bu Əhzab ayəsi ki, onlara aid deyil nədir? Siz Əhzab surəsi 33-cü ayədə də düzdür mövzu. Əhzab elə 33-cü surədir. Ayəsi də 33-cü ayədir. Düzdür. Daha doğrusu, bəli, 33-cü ayədir. Bu ayəyə siz baxmaq istəyirsinizsə, ki, demək istəyirsinizsə, əgər bu ayə Peyğəmbərin xanımları haqqındadır, baxmalısınız 28-ci ayədən ta 33-34-əcən. Baxsınız, görəcəksiniz ki, mövzu Peyğəmbərin bu ayə, Peyğəmbərin xanımlarına aid deyil. Necə? Düzdür, mövzu əvvəldən Peyğəmbərin xanımları ilə başlayır. Amma bir dənə incə bir məqam var, qrammatikanı bilənlər bilir. Mən oradan bir dənə çıxarış edirəm sizə. Bilirsiniz ki, kateqoriya var. Belə deyək, kişi cinsi, qadın cinsi var ərəb dilində. Məsələn, biz kişiyə də, məsələn, kişilərə də deyirik siz, qadınlara da siz, amma ərəblər elə deyil. Necə rus dilində bölünür ki, ərəb dildə belədir. Məsələn, ərəb dili bir nəfər kişiyə deyir kə, sən, ya əntə. Amma xanım olanda ki, ənti. Yaxşı. Kum, siz kişilər. Kun nə? Siz xanımlar. Yəni, istəyən bir kateqoriya var. Şəxs əvəzliyirlər. Burada da kum gəlib. Burada kum gedib. Bu ayədə bizim oxuduğum İnnəmə yuridullah liyusib ənkumur rits əhləl beyt yutəhirə kum təthirə. Kum kəlməsi var. Demək, burada kişi var. Burada kişi var, sözsüz. Bundan qabaqki ayələrin hamısında şəxs əvəzlikləri qadın cinsindədir. Kunnə. Ayələrə baxın. Özü 22 dəfə. 22 dəfə qadın cinsindədir. Bir dənə ortada bir dənə cümlə yedir. Orada Allah deyir, İnnəmə yuridullah liyusib ənkumur rits əhləl beyt və yutahirə kum təthirə. Bir dənə gəlib bu ayəsində kum deyir. Bütün ondan qabaqki ayə, ondan sonra qadın cinsindən gedir. Ayəni deyin, baxın. Ya əyyuhən nəbi,
Ay Peyğəmbər, qulli əzvacik, xanımlar və di, in kuntunnə, qadın cinsi, turidnə əl-həyatə dünya, əgər dünyanı istəyirsiniz və zinətə, dünyanın bərbəzəyini istəyirsinizsə, fətəaleynə umətdiikunnə, gəlin mənə tərəf kunnə, umətdiikunnə, gəlin sizin boynuma düşən o haqdırsa onu vereyim, usərrih kunnə, yenə kunnə, sərahən cəmilə, sizi boşuyum. Dünya istəyirsə, gəlin sizin mən talaqınızı da verim, boynuma düşən haqq nəsə onu da verim, çıxın gedin. Kunnə, fikir verdiniz neçə yerdə. İn kuntunnə, yenə də qadın cinsi. Turidnə Allah, Allah istəyirsinizsə, və rəsuləhu və darəl əxirə, fə innəllaha əəddə lil muhsinati minkunnə. Allah siz xanımların içindən yaxşı əməli sahib olanlara əcrən əzima, əzəmətli əcr verəcək. Fikir verir, ha, demir hamımıza verəcəm. O sənin Peyğəmbər xanımlarımın içindən hansı ki ilahi yolda qədəm qoyub hərəkət edəcək, onlara böyük əcr verəcəm. Burada kunnə. Ayən axıra qədər geçsiniz, kunnə, 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 birdən-birə mövzu dəyişildi. Məsələn, bir dənə də ayəsini deyim, qarnə fi buyuti kunnə, oturun evinizdə kunnə. Və la təbərrücəl cahiliyyətil ula. O qədər cahiliyyət dönəmindəki olan xanımlar ki, bəzənib, düzənib, bayra çıxmıyor. Evində özün bilərsən. Çölə insanları günaha salma. Əqimnəs sələtə, namazı qılın, ətinəz zəkatə, zəkatınızı verin, ətinəllah. Fikir verin, bu qədər deyə, kunnə, qadın cinsi, bir dəyişdi mövzu. İnnəmə yuridullah liyuzhibə ənkumur rits. Ənkunnər rits yox. Siz əhl-i beytdə. Ərəb qrammatikasını oxuyanlar başa düşürlər, burada bir mövzu var. Bu kimdirsə başqadır. Bəli, deyərsən, orada bir dənə də xanım var. Düzdür, olsun, problem yoxdur. Qrammatik ərəb dilinin qaydasına görə 4 dənə kişi var, misal üçün, orada bir dənə də xanım var. Kum demək olar. Bu bir məsələ. Bunu nəticə aldıq. Neçə dəqiqə danışıram? Danışın acı, maraqlıdır. Danışım, hə? Maraqlıdır, danış. Cəmaat istəyəcək ki, suallar var da. Suallarımız qalıb. Qarşıda qoy danışım. Azı orucluğa indi başlamışıq. Hələ qarşıda neçə ilimiz var? Bir ayımız var, danışın. Sualları cavab verəcəyik də, yəni inşallah. Üçüncü dəlil. Bu hissə Peyğəmbərin xanımlarına aid deyil. Nə dəlil nədir? Baxın, buradan bura qədər olan ayələrə diqqətlə baxın. Ləhin və deyiliş üslubu fərqlidir. Nədir? İnnəmə yuridullah liyusib ənkumur ritsdə deyiliş deyişilib. Ona qədər olan deyiniş, danışıq tərzi, üslub, ləhin fərqlidir. Birinci nədir? Birinci hissəyə baxsan, tənbih var, xəbərdarlıq var, nəsiyyət xarakterlidir. Belə eləməyin, belə iş görməyin. Çıxmayın evdən ki, məsələn, onda mənasını izah verdim. Cahiliyyət dönəmində giyinən xanımlar kimi giyinməyin. Bunlar nədir? O ayə ki var, evdən çıxmayın. O demək deyil, xanım evdə oturmalı. O dedim sənə, o elə belə mesaj deyildi. O ki, sonra Peyğəmbər tarix hadisi oldu. Evdən çıxıb müharibə eləməyin. Müharibəyə tərəf getdi. Bu ayə onu işarə etdi. Nəinki, məsələn, xanım bütün gün evdə oturmalıdır, yox. Xanım ictimai xidmət ola bilməz, yox. Söhbət bu deyil. Mühüm mövzu, əlbə prioritet mövzular var ki, gələ insan həyat yoldaşı, ailə haqqı, övlad haqqı qorusun, onun haşiyəsində, onun kənarında ictimai xidməti də ola bilər. Söhbət onda deyil, yaxşı. Mən tez bunu deyim ki, sui-istifadə eləməsinlər. Ayənin ləhninə bax, tənbih, xəbərdarlıq xarakterli, nəsiyyət xarakterli. Amma innəmə yuridullah liyusib ənkum rits əhləl beyt ləhin dəyişdi. Tərif, mədh üslubu. Ora qədər tənbih, burada üslub dəyişildi. Mədh eləyir Allah Teala. Mən siz əhl-i beyti bütün çirkinliklərdən pak eləmək istəyirəm. Və pak etdim. Siz elə paksınız, elan verirəm ki, siz paksınız. Bu üçüncü dəlil. Razı? Yaxşı. Dördüncü məsələ ki, bu ayədə olan şəxslər 5 nəfərdir. Onlar kimdir? Peyğəmbər, Əmirül-Müminin, əleyhissalam, Həzrəti Zəhra, Həsən və Hüseyin. Bu 5 nəfər. Yaxşı. Hədis hardan deyirəm? Hələ sizə əhl-i-sünnə mənbəsindən deyirəm. Hakim Həsqani əhl-i-sünnə alimidir, Şafiidir. Şəvahidut Tənzil bir kitabdır. O kitabında, o əsərində.
130 dənə hədis gətirir. 130 dənə hədis gətirir ki, bu ayə İnnəmə yuridullah ayəsi 5 nəfərə aiddir. Bu bir. İkinci, İhqaqul haqq əhl-i sünnə mənbəsidir. 72 dənə əhl-i sünnə mənbəsindən hədis gətirir ki, bu 5 kimsəyə aiddir. Bu iki. Əl-Mizan təfsirində, Əl-Mizan təfsir müəllifi deyir ki, 70 mənbədən çox, orada hətta adları sayır. Məsələn, hansılardır, hardan gəlib hədislər? Məsələn, deyir, Əhl-i Sünnə mənbəsindən gəlib Əbu Səid Xidri, İbn Abbas, Ayşə, Ümmü Sələmə, amma Şiyə məzhəbindən Əbul Əsvəd Duəli, Əbu Zər, Ələl-Əslamdan nəql olunub ki, 70-dən çox. Nəql olunub nədir? Bu mövzu aiddir 5 nəfərə. Bu hədislər. Hətta mən buradan sizə bir dənə hədis də oxuyuram. Əhl-i Sünnənin məşhur sənədindən ki, tam rahat olasınız ki, bu 5 nəfərə aiddir. Məşhur sənəd kimdir? Sunən-ü Tirmizi. Siz bildiniz yəni ki. Məlum. Ən məşhur kitablardan biri Əhl-i Sünnədir. Mənim Əhl-i Sünnə qardaşlarım, dəyərli qardaşlarım, dəyərli bacılarım da baxsınlar bu mövzulara. Elə hamı da, mən hamı üçün danışıram. Bu hamısı danışdıqlarım o sevgidəndir, məhəbbətdəndir. Siz şahidsiniz, onlar da şahiddir. Tirmizi, cild 5, səhifə 351. Hədis budur. Bir nəfər deyir ki, Peyğəmbərin evində idik, ayə nazil oldu. Hansı ayə? Bu hissə. İnnəmə yuridullah liyusib ənkum ric əhləl beyt və təhhirəkum təthira. Fi beyti Ümmü Sələmə. Biz Ümmü Sələmənin evində idik. Diqqət. Deyir, ondan sonra fəda'a. Peyğəmbər çağırdı Fatimətə və Həsənən və Hüseynən. İmam Həsəni də çağırdı, Həsəni də çağırdı, bunları da çağırdı. Fəccəllə ləhum bi kisain. O kisa o əbanın altına saldı və Əliyyun xəlfə zəhrihi, Əmrül-Mumin də arxasındaydı, yəni Əl-İslam da oradaydı. Sümmə qalə, hamısını yığandan sonra əbanın altına dedi, Allahümmə, Allahümmə, mənim Allahım, həulai əhli beyti, bunlar mənim əhli beytimdir. Fəzhib ənhumur ric və təhhirhum təthira. Bunlar mənim əhli beytimdir. Qalət Ümmü Sələmə, diqqət edin. Ümmü Sələmə Peyğəmbər xanımı daxı gəldi dedi, ya Rasulallah, ənə məhum, mən də onlar içindəyəm. Qal, ənti əla məkanik, ənti əla xeyrin. Sən xeyirli xanımsan, amma burada deyilsən. Sən bu əbanın altında deyilsən, amma çox yaxşı xanımsan. Gördünüz, hələ Ümmü Sələmə ki, o qədər fəzilətin yiyəsi idi, çox fəzilətli xanım idi. Dedi, Ümmü Sələmə, sən burada deyilsən. Bu da Ümmü Sələmə. Bu hədis hardan dedim sizə? Sunən-ü Tirmizi, cild 5, səhifə 351. Hətta bir dənə də hədis deyirəm sizə. Səhih Müslim deyilir, hə? Orada hədis cild 7, səhifə 130. O da Səhih Müslimdə bir mən demirəm orada olan hədislər səhihdir ya. Yəni qarşı tərəfin dili ilə deyirəm ki, o kitabda da belə hədis nəql olunub ki, o 5 nəfərdir. Peyğəmbər, Əleyhissalam, Həzrət Zəhra, İmam Həsən və İmam Hüseyn. Bu da bir dəlil, Oqtay müəllim. 5-ci ilə deyim, daha mən inşallah qutarıram. Keçəcəm sabah başqa bir ayə Əhl-i Beytlə bağlı. 5-ci də budur. Peyğəmbər deyir, ayə, Peyğəmbər buyurur ki, elə ki, bu mövzu Durrul Mənsurdadır bu da. Elə ki, bu ayə nazil oldu. İnnəmə yuridullah liyusib ənkumur ric. Peyğəmbər yığdı Əhl-i Beyti əbanın altına. Yaxşı. Sonra bu ayə ki, deyildi və bunlar tanıdıldı. Peyğəmbər gələrmiş hər sübh namazında, dayanarmış Həzrət Zəhranın qapısında, əllərini qoyarmış Həzrət Zəhranın qapısına, deyərmiş, Əssəlamu aleykum əhləl beyt və rəhmətullah və bərəkatuhu. Ay əhl-i beyt, sizə salam olsun. Əs-salat və rəhiməkumullah, namaz vaxtıdır. Allah sizə mərhəməti üzəriniz olsun. Ənə hərbun limən harəbtum. Sizlə müharibə eləyənlə mən də müharibə eləyirəm. Ənə silmun limən saləmtum. Sizlə ünsiyyətin bərpa eləyənlə mən də ünsiyyətimi bərpa eləyirəm. Peyğəmbər neçə dəfə gələrmiş qapıya. Nə qədər? Bir yerdə oxudum 6 ay. 7 ay, 8 ay, 10 ay, 17 ay yazılıb. Bunlar ixtilaf deyil. Ola bilsin bir səhabə o qədər görüb, o birisi çox görüb. Yəni, ən azı 6 ay gəlir Peyğəmbər, dayanır, əllərin qoyur qapıya, Həzrət Zəhra qapısına deyir, Əssəlamu aleykum,
ya əhləl beyt, ey əhli beyt salam olsun sizə. Və cəmaata da səslənmiş olur da bir növ cəmaata da işarə edir bunlar ki, önəmli şəxslər. İşarə edir ki, bunlar əhli beytdir. Deməli, Əhzab surəsi 33-cü ayə əhli beytlə bağlıdır. O əhli beyt də bu kəslərdir. Biz əhli beytimizi belə tanıyaq. Onlar pakdır, təmizdir, məsumdur, ismət sahibidir. Ondan sonra çıxarışlar eləyərik. Başqa çıxarışlar da eləyərik. Bugün mən biraz çox danışdım. Sualları elə bilirəm, cəmaatın haqqına girdimsə, haqqlarını mənə hal edəsinlər. Amma suallarını başlayacağım qulaq asın.